çox uyğun qiymətli məhsullarla makiyaj edəcəyik. Vivienne Sabonun bu tonal kremi Estee Lauder'ın tonal kremi ilə birə-bir eynidir. Golden Rose'un bu sabitləyici spreyi çox yaxşıdır. Bunu mütləq yoxlayın deyirəm və çox uyğun qiymətədir. Bu dəfə isə bunu yoxlayıram. Sabitləyici spreyi sponja tətbiq edirəm. Baxın. Golden Rose'dan 7-8 manat əldə etdiyim bu qaş sabitləmə gelindən istifadə edəcəm. Bunu çox görürdüm. Qaşım arasındakı fərqə baxın. Çox bəyəndim. Cevdən ənliyi almışam. İstifadə edəndə biraz kontrollu istifadə etmək lazımdır. Mən onu anladım. Yeni favorim. Yeni Cevdən 04 nömrəsini almışam. Maskara olaraq Lux Visajın arası son zamanlar mənim favorimdir. Bir qat vurmuşam. Aldıqlarımın içində ən bahalı olan şey bu Golden Rose'un dodaq yağıdır. Bu da 6-7 manat. 41 manatlıq makiyaj. Bunu bir daha da sıxaq. Əsas marka olması deyil, əsas bahalı olmağı deyil, əsas özünüzə yaraşanı etməyinizdir. Sevgi ilə qalın. Məni izlədiyiniz üçün təşəkkürlər.